müəllim olarsa sakit, mülayim, uşaqlar bazarda oynayar daim. Təcrübəli kadrları birdən silib atmaq da düzgün deyil. Müəllim olarsa əgər bədəsil, yetişdirə bilməz bəxtəvər nəsil. Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyinin proqramları üst-üstə düşməyəndə uşaqların biliklərini sistemləşdirmək üçün repetitor müəllimlərə ehtiyac ola bilər. Günahsız yerə ittiham edəndə nə cəmiyyət qazanmır, nə də həmin adam qazanmır. Müəllimə qarşı qara PR yayırlar. Bu mənəviyyat pozğunluğu ailədən gəlir. İti qovarlar, insanı qovmazlar. Əməkdar müəllim Təyyibə Hüseynova. Təyyibə xanım, sizcə 20 il bundan əvvəlki olan şagirdlərlə indiki şagirdlər arasında nə kimi fərq var? Mən sizə deyim, əslində mən o fərqi görmürəm. Şagird elə şagirddir, baxır onun tərbiyəsinə. Yəni bizim məktəb olaraq, müəllim olaraq ən birinci vəzifəmiz gələcəyə layiqli vətəndaş yetişdirməkdir. Düzdür, savadlı vətəndaş yetişdirməliyik ki, savadlı cəmiyyət olsun. Ancaq onunla bərabər hər şeydən öncə tərbiyə durur. Və bizim məktəbin şüarı budur. Hər təlimin sonu yüksək tərbiyə olmalıdır. Və o yüksək tərbiyəni əldən verməmək üçün, düzdür, indi cəmiyyətimizdə mənəviyyata mane olan ünsürlər çoxdur. O ünsürlərin məktəbə daxil olmaması üçün əlimizdən gələni edirik ki, uşaqlarımızın tərbiyəsinə zərbə dəyməsin. Yəni, mənəviyyat insan üçün ən əsas olan şeydir və bunu uşaqlarımızda qoruyub saxlayaq. Bəzən görürsən ki, bu mənəviyyat pozğunluğu ailədən gəlir. Hətta məktəbin, mən sizə deyərdim ki, ailəyə belə təsir etmək imkanı var. Əgər istəsə, məktəb ailəyə də təsir edə bilər ki, sən düzgün yolda deyilsən, uşağın düzgün yolda deyil. Ona görə də mən uşaqları heç vaxt qınamıram. Uşaqlar cəmiyyətin günahsız tumurcuqlarıdır. Onları biz sevərək, bəsləyərək böyütməliyik. Əgər onlara sevgi verməsək, sevgi görməyəcəyik. Ona görə də mən elə başa düşürəm ki, hər şeyi məktəbdə sevgi əsasında, ciddiyyət əsasında, yüksək mənəviyyat əsasında qurmaq lazımdır ki, şagirdlərin mənəviyyatı da yüksək olsun və gələcəkdə cəmiyyətə atılan şagirdlərimiz müstəqil həyatda çaşmasınlar, o mənəviyyatı qoruyub saxlaya bilsinlər. Müasir texnologiyalar dərs prosesində müəllimə kömək edirmi? Yoxsa çətinlik yaradır? Mən deməzdim çətinlik yaradır. Müasir texnologiyalar bugün hər bir müəllimin çox gözəl bildiyi və müəllimlər bugün inkişafdadır. Hər gün müəllim öyrənir və öyrəndiyini öyrədir. Əgər öyrənməsə, öyrəndiyini tətbiq etməzsə, o müəllim pasiv qalar. Ona görə də informasiya kommunikasiya texnologiyalarından istifadə hər bir müəllimin ən gözəl yardımcısıdır, hər bir şagirdin ən gözəl yardımcısıdır. Ancaq ki, yerli yerində lazım olanda istifadə etmək şərti ilə, əlbəttə ki, İKT bacarıqları hər bir müəllimə də lazımdır, İKT bacarıqları hər bir şagirdə də lazımdır və mütləqdir deyərdim. İbtidai sinif şagirdlərində ən çox hansı bacarıqların inkişaf etdirilməsinə ehtiyac var? Bəli, məktəbin bünövrəsi ibtidai siniflərdə qoyulur. Mən deyərdim ki, elə müəllimliyin də, əgər müəllimləri bölsək, ən çətin müəllimlik peşəsi ibtidai sinif müəllimlərinin üzərinə düşür. Çünki onlar ibtidai siniflərdə iki rolu oynayırlar. Həm məktəbdə ana, həm məktəbdə müəllim rolunu oynayırlar. Və bu, mən deyərdim ki, bizim məktəbdə ibtidai təhsilin səviyyəsi çox yüksəkdir. Bu da müəllimlərimizin bu iki rolu öhdəsindən ustalıqla gəlməsindən asılıdır. Və onlar 5-ci sinifə gələndə artıq mən öz təcrübəmdən deyirəm ki, mən 5-ci sinifdə dərs deyəndə ibtidai sinif müəllimlərinin verdiyi təlimdən, tərbiyədən çox razı qalıram. Onlar necə qoyubdularsa, o təlim, ibtidai tərbiyə o cürə də davam edir. Yəni, ibtidai sinif müəllimi çox özəldir. Onların qoyduğu bünövrə sonra davam edəndə bunun nəticəsini biz görürük, yüksək nəticəsini. Sizcə, Azərbaycan təhsil sistemi hansı istiqamətdə inkişaf etdirilməlidir? Mən deyərdim ki, bugün Azərbaycanda təhsilə qayğı dövlət səviyyəsində çox yüksəkdir. Yəni, bugün Azərbaycanda təhsildə gəncləşmə prosesi gedir. Və bunu da mən alqışlayıram, təhsildə gəncləşmə prosesini çox alqışlayıram. Və ümumiyyətlə, dövlət gənclər siyasəti ölkəmizdə çox uğurla həyata keçirilən siyasətdən biridir. Həmçinin də bu təhsildə özünü bir daha göstərir. Amma mən bir dənə təklif edərdim ki, hər köhnənin ən yaxşı metodlarını qoruyub saxlayaq.
yəni elə yəni bu köhnədir deyin atmayaq. Yəni köhnədə elə dəyərli, elə lazımlı işlər var ki, onları biz inkişaf elətdirməliyik və təcrübəli kadrlara mən elə bilirəm ki, təhsilimizdə ehtiyac var. Yəni təcrübəli kadrları birdən silib atmaq da düzgün deyil. Çünki gənclərimiz o təcrübədə yetişə bilərlər. O təcrübədən istifadə edərək yetişməlidirlər daha doğrusu. Mən təklifim bu olardı ki, yəni gəncləşmə prosesi ilə yanaşı təhsilimizdəki təcrübədən, yəni müsbət təcrübədən, yaxşı təcrübədən yararlanaq, istifadə edək. Təhsildə qiymətləndirmə sistemi dəyişsə ədalətli ola bilərmi? Əslində qiymətləndirmə sistemi hər bir zaman olduğu kimi bugün də ədalətlidir. Mən demərəm. Məsələn, biz məktəbə gələndə birinci şagirdlərin diaqnostik qiymətləndirməsi ilə başlayırıq. Sonra onların formativ qiymətləndirilməsi aparılır. Sonra kiçik summativ qiymətləndirmə aparılır. Sonra böyük summativ qiymətləndirmə aparılır. Bunlar hamısı şagirdlərin inkişafına xidmət edir. Yəni ki, çox da yaxşı nəticə verir. Hətta bugün bizim şagirdlərimiz deməli, Respublika üzrə milli qiymətləndirmə imtahanlarında iştirak edirlər. Beynəlxalq qiymətləndirmə olan PISA-da iştirak edirlər ki, bu il bizim məktəbin də 48 nəfər şagirdi dünya təhsilində, Azərbaycan təhsilinin yerini müəyyən etmək üçün təşkil olunmuş beynəlxalq qiymətləndirmədə PISA-da iştirak etdilər və çox uğurla iştirak etdilər. Bunlar hamısı mən elə bilirəm ki, istər bugünkü qiymətləndirmə, istər dünənki qiymətləndirmə, hamısı gələcəyimizin inkişafına xidmət edir. Mən yəni bunlar arasında fərq görmürəm. Müəllimlik fəaliyyətinizdə sizi ən çox motivasiya edən hadisə hansı olub? Çox gözəl sual verdiniz. Müəllimlik mənim üçün əvəzsiz bir peşədir. Yəni mənim 43 illik fəaliyyətimdə mən deyərdim ki, müəllimlik mənim həyatımın əsasını təşkil edib. Mən bütün həyatımla, bütün varlığımla bu sənətə bağlı olmuşam. Əgər mənə sual etsəsiniz, bir də dünyaya gəlsən, hansı peşəni seçərdin? Mən yenə də deyərdim ki, müəllimlik. Bu peşəni mənə sevdirən elə mənim öz müəllimlərim olub. Mən Sumqayıt təhsilində böyümüşəm və Sumqayıt təhsilinin o yadda qalan, unudulmaz müəllimlərindən təhsil almışam və onlara olan sevgim, məhəbbətim mənə müəllim olmağı öyrədib və müəllim olmağımla həmişə fəxr etmişəm və müəllim olmağımla, yəni mənim bir qədər, yəni hərdən mənə həmkarlarım da deyir ki, sizin sevginiz həddən ziyadədir. Yəni mən şagirdə sevgi verib sevgi alıram. Əgər onu verə bilməsəm, bəzən mənim dərsimi oxumaq istəməyən, o fənni oxumaq istəməyən şagird belə mənə olan sevgisindən o fənni öyrənib dərsə gəlir ki, mənim birdən qaşlarım çatılar, mənim üzümdəki təbəssüm itər. Yəni ki, mənim şagirdlərlə sevgim qarşılıqlıdır. Mənim millət sevgimdən irəli gəlir o. Məktəb mənim üçün müqəddəs bir yerdir. Siz, yəni, bəlkə də elə bilərsiniz mübaliğədir. Mən mübaliğəsiz deyirəm ki, mən hər məzuniyyətə gedəndə məktəblə müqəddəs bir yer kimi xudahafizləşirəm. Əlimi o daşlara sürtüb, xudahafiz deyirəm ki, gələn görüşədək sentyabrda yenə də gəlim əlimi bu daşlara, bu müqəddəs ocağın daşlarına sürtüb fəaliyyətimi davam etdirim. Siz sinifdə şagirdlərlə münasibətdə hansı prinsiplərə üstünlük verirsiniz? Hər bir sinifdə müxtəlif xarakterli uşaqlar olur. Müxtəlif ailələrdən gəlirlər və nahaq yerə böyüklərimiz deməyib ki, uşaq evin güzgüsüdür. Sanki uşaqlar sinifdə öz ailələrini nümayiş etdirirlər. Ona görə də, amma məktəbdə bunun qarşısını almaq üçün mən elə başa düşürəm ki, uşaqları müsbət yükləmək lazımdır. Əgər o evindən mənfi enerji ilə gəlibsə, evindəki mənfi enerji ilə, onu müsbət yükləmək lazımdır. Uşaqlara, məsələn, biz Sovet pedaqogikasında kollektiv tərbiyə deyərdik. İndi o kollektiv tərbiyə önəm verilmir. Amma mən deyərdim ki, belə bir ictimai rəy, kollektiv tərbiyə həmişə gərəkdir. Yəni ki,
ki, uşaq özünü kollektivdə sıxılmış hesab etdi, belə oldu, elə oldu. Elə deyil. Uşaq kollektivdə xoşbəxt olmaq istəyirsə, yəni cəmiyyətin qoyduğu, kollektivin qoyduğu bütün qayda qanunlara riayət eləməlidir ki, o cəmiyyətdə sıxılmasın. Yəni mənə elə gəlir ki, bu bəlkə də deyərsiniz ki, mən Sovet pedaqogikasından danışıram. Yəni ictimai rəy, kollektiv tərbiyə, kollektivçilik, deməli əməyə alışqanlıq, bunlar hamısı bugünkü sinif tərbiyəsində əsas rol oynamalıdır. Yəni biz təkcə ali məktəblərə şagird hazırlamırıq, biz gələcəyə vətəndaş hazırlayırıq. Onu əməksevər hazırlamalıyıq, onu insanpərvər hazırlamalıyıq. Elə şagird var ki, mənim ən sevimli şagirdimdir. Onun təhsil nəticələri o qədər də ürək açan deyil, amma onun elə gözəl keyfiyyətləri var ki, bilirsən ki, gələcəkdə cəmiyyətdə ən hörmətli adam olacaq. Təbii xanım, peşə fəaliyyətinizdə sizi çətin vəziyyətə salan bir hadisə olubmu və necə həll etmisiniz? Peşə fəaliyyətimdə mən deməli istər müəllim olanda, istər məktəb rəhbəri olanda həmişə kollektivlə birgə hərəkət etməyi özümə önəm seçmişəm. Mən heç vaxt tək fikir yürütmürəm. Mən yürütdüyüm fikri mənim rəhbərlik etdiyim kollektivin üzvləri ilə bölüşürəm və məsləhətlər alıram. Baxmayaraq ki, bu kollektivdə yaşca mən böyüyəm, amma bütün kollektiv üzvlərinin, yəni mənim köməkçilərimin, direktor müavinlərinin, uşaq birliyinin, təşkilatçının fikrini almamış məktəbdə heç bir qərarı həyata öz başına keçirdə bilmərəm. Yəni ki, kollektivlə bir komanda olaraq işləməyi mən ən düzgün yol hesab edirəm. Yaxşı müəllim olmaq üçün sizcə ən vacib olan 3 xüsusiyyət hansıdır? Yaxşı müəllim olmaq üçün 3 vacib xüsusiyyət. Birinci, nəciblikdir. Çünki müəllimlik nəciblik sevən bir sənətdir. İkincisi, insanpərvər olmaqdır. Üçüncüsü isə vicdanlı olmaqdır. Təbii xanım, gələcəyin məktəbi necə olacaq? Mən ümumiyyətlə Azərbaycanın gələcəyini çox parlaq görürəm. Çünki bugün doğrudan da Azərbaycan dünyaya səs salan bir ölkəyə çevrilib. Allah qorusun bizim möhtərəm prezidentimizi, müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarını. Nəinki təhsil sahəsində. Yəni ki, Qarabağa addım qoyanda, o Qarabağdakı quruculuq meydanlarını görəndə, o Qarabağ Universitetini görəndə, Qarabağdakı həyatı görəndə deyirəm, ilahi, sənə çox şükürlər olsun ki, bizə belə bir rəhbər nəsib etmirsən. Bu rəhbərin əli hər yerə çatır, hər yerə. Hər yerdə abadlıq, quruculuq, o cümlədən də təhsildə. Yəni ki, bugün təhsilə verilən önəm, yəni göz qabağındadır. Hər yerdə yeni məktəb binaları, müasir tələblərə cavab verən məktəblərin binasının tikilməsi, müəllimlərin inkişafı üçün təşkil edilən deməli kurslar, imtahanlar, bəzən narazılıq olur bu imtahanlardan, amma mən deməzdim. Müəllim adı münbit torpaqda bir daha cücərtməkdir. Yəni quru səhrada ağac əkmək deyil ki, müəllim. Müəllim özünü inkişaf etməlidir. Öyrənmədən öyrətmək olmaz. Ona görə də bax bu gün müəllimlərimizin öyrənməsi üçün geniş şərait var. Eyni rahat şərait var. Eyni zamanda mən deyərdim ki, bugün cəmiyyətdə bir mövzu çox belə aktual olub, repetitorluq, məktəbi bəzən bununla bağlı qara piyara da tuturlar, amma yox, belə deyil. Məktəbin göstəricisi 9 illik ümumi təhsil nəticələridir. 9 illik ümumi təhsildə şagirdlər müəyyən bazaya yiyələnirlər. Həmin bazanın nəticəsi bugün bizim məktəbdə də görünməkdədir ki, bu ilki buraxılış imtahanlarında məktəbimizin 30 nəfərdən çox şagirdi 250 üstü bal yığıblar. Hətta 297, 293 bal yığan şagirdlər də çoxdur bu sırada və bu göstərir ki, bunlar heç bir repetitor yanına getməyiblər. Bunlar orta məktəbdə aldıqları biliklərin nəticəsidir. Və mən valideynlərə tövsiyə edərdim ki, əgər şagird gündəlik dərsə gəlirsə, gündəlik dərsin çalışırsa, o şagirdin mütləq şəkildə
müvəffəqiyyəti olacaq. Və ikinci tərəfdən dövlətimiz tərəfindən, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş təmayül siniflər də artıq özünü çox doğrultmaqdadır. Yəni təmayül siniflərdə nəticə 100% olur. Və bütün bunlar hamısı təhsilimizə xidmət edən amillərdir. Bəzən repetitor yanına valideynlərimiz dəb xarakteri üçün qoyurlar. Sanki dəb halı alıb, ona görə şagirdlərimiz repetitor yanına gedir. Amma mən sizə deyim ki, gündəlik dərsə davam edən, gündəlik dərsini oxuyan şagirdlər mütləq şəkildə yüksək nəticə qazanırlar. Bəzən olur, bəli, Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyinin proqramları üst-üstə düşməyəndə uşaqların biliklərini sistemləşdirmək üçün repetitor müəllimlərə ehtiyac ola bilər. Yəni, bu da uzun müddət yox, müəyyən müddət ki, uşaq məktəbdə qazandığı bilikləri bir çərçivə halına sala bilsin. Heç bir təhsil proqramı müəllim qədər güclü deyildir. Ən güclü müəllimin təsiridir. Müəllim necə, nə cür, hansı şəraitdə şagirdinə təsir edəcək. Əgər fürsət olsa, siz təhsil sistemində nəyə dəyişərdiniz? Maraqlı sualdır. Əgər fürsət olarsa təhsildə, yəni mən təhsilimizdən desəm ki, çox razıyam, dəyişmək istədiyim elə bir şey yoxdur. Amma var. Yəni, təhsildə təcrübəni gənc nəslə ötürməyin vacibliyini önə çəkərdim. Mən elə bilirəm ki, düşmən silah gücünü edə bilmədiyini, bəzən insanların mənəviyyatını oğurlamaqla edir. Və biz də deyirik ki, təhsil millətin gələcəyidir. Bu gələcəyin üstündən qara xətt çəkmək üçün düşmən qüvvələr ən birinci cəmiyyətin ən hörmətli üzvünü nüfuzdan salmaq istəyir. Əlbəttə ki, bizim cəmiyyətdə yad olan ünsürlərdir bunlar. Müəllimə qarşı qara PR yayırlar. Ona görə də müəllimin nüfuzunu qaldırmaq lazımdır. Müəllimlərə lütf göstərmək lazımdır. Müəllimləri hörmətini, əvvəlki hörmətini qaldırmaq lazımdır. Məktəbin yenə də əvvəldə dediyim kimi müqəddəs olmasını bir daha cəmiyyətin nəzərinə çatdırmaq lazımdır ki, məktəb müqəddəs məkandır və bu müqəddəs məkanda bizim gələcəyimiz yetişir. Ona görə də qara PR bu məkandan uzaq olmalıdır. Bir mənalı şəkildə. Mən sizə deyim ki, biz əgər cəmiyyətdə kimisə günahsız şəkildə ittiham ediriksə, o ittihamdan nə ittiham olunan qazanır, nə cəmiyyət qazanır, nə də biz qazanırıq. Heç nə daimi deyil. Yəni ki, məktəb direktoru olmaq da daimi deyildir. Yəni, əgər insanın fəaliyyətində, yəni ki, heç bir iş səhvsiz olmur. Hər yerdə səhvlər üzərində qurulur. Əgər bu səhvini dəfə-dəfə təkrar edirsə, bu səhvdən nəticə çıxartmırsa, bu başqa məsələdir. Amma bəzən də olur ki, bu səhvləri bilməyərəkdən edibsə, bunun cəza növləri var. O cəza növləri verilə bilər. Ancaq bunu bütün cəmiyyətə sosial şəbəkələr vasitəsilə çatdırılmasını mən heç də doğru hesab etmirəm. Bəzən görürsən ki, sosial şəbəkələrdə 20 il məktəb direktoru işləmiş bir şəxs haqqında yazılır. Məktəbdən qovuldu. Ümumiyyətlə, qovuldu sözü Azərbaycan leksikonunda itə aiddir. İti qovarlar, insanı qovmazlar. Və 20 il müəllimlik etmiş bir təcrübəli adam işdən çıxa bilər. Heç nə daimi deyil. İşində səhv olub, işdən çıxıb qutardı, getdi. Yəni, bunu sosial şəbəkələrdə belə göstərmək, yəni təhsilimizə elə qara PR budur da. Qara PR budur. Kim ömürlük məktəb direktoru işləyir ki, hansı müəllimin işində səhv olmur ki? Pis elə pisdir də, pisdirsə onu cəzalandıraq qalsın bir qıraqda. Yaxşını önə çıxartmaq lazımdır. Yaxşıdan nümunə götürmək lazımdır. Elə bugün mən deyərdim ki, kütləvi informasiya vasitələrində də vəziyyətimiz belədir. Yəni, kütləvi informasiya vasitələrində yaxşını qoyub, Azərbaycanın ən pis nümunə ola biləcək bir ailəsini cəmiyyətə göstəririk. Məsələ buradan başlayır da, cəmiyyətdəki səfihliklər deyim, cəmiyyətdəki ədəbsizliklər deyim. Axı, bizim o qədər nümunəvi ailələrimiz var ki, o nümunəvi ailələrdən danışaq. Biri evdən qaçdı, biri qoşuldu, qaçdı. Bu söhbətlər hər zaman olub. Ancaq o heç vaxt abartılanmayıb ki, cəmiyyət onu görsün. Onu bir ayıb kimi üstünü örtmüşük ki, bu ayıbdır, bunu cəmiyyət bilməsin. Eldən ayıbdır, obadan ayıbdır. Artıq biraz deyəsən bu söz dəbdən düşüb, eldən ayıbdır, obadan ayıbdır. Amma düşməsəydi yaxşı olardı.
Məktəb müqəddəs bir yerdir. Mən həmişə məktəbi müqəddəs ocaq hesab etmişəm. Məktəbi toxunulmaz hesab etmişəm. Eyni zamanda da müəllimlər çox müqəddəsdirlər. Müəllimlər bu dünyanın ən gözəl varlıqları, ən zərif, ən incə, ürəkləri təmiz olan insanlar əsl müəllim ola bilirlər. Ona görə də müəllimlər də müqəddəsdirlər. Amma son illərdə məktəbə, müəllimlərə qarşı bir qədər fikir dəyişikliyi var. Bu heç də məni açmır, heç də mənə xoş gəlmir. Həmişə müəllimlərə lütf etmək lazımdır. Müəllimlərə hörmət göstərmək lazımdır. Məktəbə sayğı durmaq lazımdır. Məktəb müqəddəs yerdir. Məktəb bizim cəmiyyətin yetişdirdiyi, xoşbəxt gələcəyimizin yetişdirdiyi bir məkandır. Bu məkanı əgər hamımız sevməsək, o gələcək nəsilləri sevgi ilə yetişdirməsək, əlbəttə ki, gələcəyimiz parlaq ola bilməz. Lap 10-cu əsr Azərbaycan maarifçiliyinə nəzər salsaq, o dövrdən gələn belə misralar var. Müəllim olarsa sakit, mülayim, uşaqlar bazarda oynayar daim. Və yaxud da o dövrdən gələn bir misralar var. Müəllim olarsa əgər bədəsil, yetişdirə bilməz bəxtəvər nəsil. Bəli, bax, əsrlərin sınağından çıxıb gəlmiş bu ifadələr bugün də öz doğruluğunu tapır. Biz bəxtəvər nəsillər yetişdirməliyik. Bəxtəvər nəsillərə isə böyük sevgi verməliyik. Böyük sevgini vermək üçünsə müəllim, məktəb cəmiyyətdən böyük sevgi, böyük hörmət duymalıdır. Mən çox xahiş edərdim valideynlərimizdən, ümumiyyətlə cəmiyyətdən ki, məktəbin əvvəlki o hörmətini, məktəbin müqəddəsliyini, müəllimlərin müqəddəsliyini yenə də özünə qaytaraq, müəllimlər müqəddəsdir, məktəb müqəddəsdir fikri həmişə zamanəmizdə, cəmiyyətimizdə hökmran fikir olsun və məktəb, müəllim haqqında bir nəfərin, yəni el məsələdə sürü axsaqsız olmur. Bir nəfər axsağın hamısını bütün müəllim ordusuna şamil etmək düzgün deyildir. Və biz kimisə ittiham edəndə əslində cəmiyyət heç nə qazanmır. Nə biz qazanmırıq günahsız yerə ittiham edəndə, nə cəmiyyət qazanmır, nə də həmin adam qazanmır. Ona görə də hər bir şeyi yerli yerində etmək, məktəbə qarşı lütf göstərmək, mən elə bilərdim ki, çox doğru hal olardı.